Baxanda ilk baxışdan yerli məhsula oxşamır, düzdür? Düzdür, Azərbaycanca müəyyən məlumatlar var. Bu xarici dildə olan adlar bir növ manipulyasiya xarakteri daşıya bilər. Yəni insanlar baxanda Azərbaycan məhsulu olduğunu anlamasın deyə, çünki xarici məhsullara etibar daha yüksəkdir və məhsulu alsın. İndi mən baxıram ki, burada düz istehsalçı falan yazılıb, ünvan falan. Amma məhsulun mənşəyi, ölkənin hara olduğu yazılmayıb. Yanlış edirəmsə bilən düzəltsin, amma mən bildiyim qədərilə məhsulun üzərində mənşə ölkənin adı göstərilməlidir. Əgər bu yoxdursa və həqiqətən də bu legal doğru deyilsə, yəni bu haqsızlıqdır, belə düşünürəm. Məsələn, başqa bir misal var. Burada istehsalçının adı yazılır, mənşə ölkə deyil, amma bu etiketi istifadə müddətini elə bir yerə vurub ki, sən onu oxuya bilmirsən. Və yenə adı başqadır, arkasında heç bir məlumat yox. Burada başqa məhsul var, baxın. Eyni məhsul, sadəcə firması başqadır. Belarusya istehsal olunduğu hətta göstərilir, əlavə bir məlumat kimi məhsulun üzərində vurulub.